Ən gənc 5 ölkə. gənclər bildiyim qədərilə Avropadadır. Ən son yaranan Kosova. Kosova var. 2-ci yerdədir. 2008-ci ildə yaranıb. Afrikada Sudan parçalandı. Cənubi Sudandır da, yəqin ki, çünki təzə dövlət odur. Bəli, 1-ci yer Cənubi Sudan 2011-ci ildə yaranıb. Ən sonuncu odur. Afrika demişəm, Namibiya olmalıdır deyəsən. Namibiya var. Xeyr, heç beşliyimizdə yoxdur. Avropadan Serbiya və Çernogoriya. Serbiya. Biri Serbiya, biri də Çernogoriya eyni vaxtda yaranıblar da bildiyim qədərilə. 3-cü yer Montenegro 2006-cı il, 4-cü yer Serbiya 2006-cı il. Avropadan var. Xeyr, yoxdur. Qaldı bizdə 5-ci yer. Hardandır köməklə? Asiya falan, yoxsa Avstraliyanın şimal tərəfində bir ada var. Avstraliyanın şimalında Papua Yeni Gvineya, yoxsa Xeyr. almaq üçün gəlmişsən səndə? Şərqi Timur Şərqi Timur, İndoneziyanın yanında. 2002-ci ildə yaranıb. Bəs siz necə? Siyahını düzgün təxmin edə bildiniz? Şərhə qeyd edin.